Sumqayıtda 5 nömrəli marşrut avtobusunda sərnişinlə sürücü arasında yaşanan gərgin insidentlə bağlı Nəqliyyat Departamentindən rəsmi açıqlama daxil oldu. 2 gün əvvəl Sumqayıt TV-də yayımlanan video müraciətdə bildirilirdi ki, avqustun 22-si saat 21 radələrində 5 nömrəli avtobusda sərnişin musiqinin səsinin azaldılmasını istəyib. Bu tələbdən sonra sürücü ilə sərnişin arasında mübahisə yaranıb. Orada sərnişin qapını açmayacağım. Sana məlumat verəcəm ki, görüm kim təqdir. Sərnişinin iddiasına görə sürücü 102 xidmətinə zəng edərək qapıları bağlayıb və sərnişinlərin 15 dəqiqə ərzində avtobusdan düşməsinə imkan verməyib. Məsələ ilə bağlı Sumqayıt TV-nin ünvanladığı rəsmi sorğuya Nəqliyyat Departamentindən bildirilib ki, Sumqayıt şəhərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi və sərnişin daşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə mütəmadi monitorinqlər aparılır və sürücülərlə maarifləndirici söhbətlər keçirilir. Sözü gedən məsələ ilə bağlı sürücüyə xəbərdarlıq edildiyi, bu kimi halların təkrarlanmaması ilə bağlı ona müvafiq izahat verildiyi bildirilib. Beləliklə, redaksiyamızın sorğusuna verilən cavabdan məlum olur ki, hadisə ilə bağlı sürücü ilə profilaktik söhbət aparılıb və gələcəkdə analoji halların təkrarlanmaması barədə xəbərdarlıq edilib.